Posterində ən çox bəyəndiyiniz film hansıdır? Interstellar. Nəyə görə? Çünki filmi bəyənirəm. Dexter. Cəlb edir deyə, maraqlı fonu var deyə. Leon filmini sevirəm. Tenet filmi, çünki filmin mövzusu olan o zaman qarışıqlığını posterdə çox gözəl şəkildə ifadə edə biliblər. Zindan adası ola bilər. Çox cəlbedicidir və eyni zamanda qarışıqdır. Buna rəğmən çox qəşəng ifadə edilir məncə fikirlər orada. Avatar filminin posterini çox bəyənirəm. Mavi rəngi çox sevdiyim üçün. Grand Budapest Otel, çünki həm filmi çox sevirəm, həm filmin çəkildiyi məkanların hamısı rəngləri, otelin orada pink rəngindən çox belə maraqlı istifadə edirlər hər yerdə və hər şey çox simmetrikdir. Bildiyim qədərlə posterdə də hər şey onu nəzərə alıb tamamilə simmetri üzərində qurulub, ona görə bəyənirəm. Kesinlikle deyərdim ki, Everything Everywhere All at Once'ın posterini sevirəm. Çünki məncə posterin özü, yəni incə sənət əsəridir və həqiqətən də filmin mövzusunu və o içindəki o qarmaşıqlı, o çoxlu evrənləri çox gözəl əks etdirir.